Havalandırılan fasad sistemi nedir? Günümüzdə yeni inşa olunan tikililərin yanından keçərkən fasadın nə olacağı maraq doğurur. Xüsusilə fasad işlərimizin olduğu ərazilərə yaxınlıqda tikilən yeni villalardan bizə verilən suallardan biri də məhz budur. Bu tikilinin fasadı nə olacaq? İzah edildikdə isə bu fasad sistemi haqqında məlumatsız olanlar da üzə çıxır. Təəssüf ki, hələ də bu sistemin müasir tikinti tələblərinə tam cavab verdiyini, həm yüksək səviyyəli istilik izolyasiyası təmin etdiyini, həm də binayı estetik və modern görünüş qazandırdığını bilməyənlər var. Havalandırılan fasad sistemi tikilinin xarici səthində quraşdırılan, əsas məqsədi termoizolyasiya və uzunömürlü qoruma olan müasir fasad texnologiyasıdır. Bu sistemdə daşıyıcı alüminium konstruksiya üzərinə keramogranit və ya bənzər üzlük daşları montaj edilir. Fasadın alt qatında yanmayan daş yunu və buxar əleyhinə membran tətbiq olunur. Bu materiallar tikilini tam əhatə edərək daxili temperaturun sabit qalmasına kömək edir və nəticə etibarilə ilin bütün fəsillərində əlavə enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır. Keramogranit fasad isə dizayn baxımından geniş imkanlar təqdim edir. Müxtəlif rəng, ölçü və teksturalı daşlarla üzlənən tikili həm funksional, həm də estetik cəhətdən müasir memarlıq zövqünə uyğun formalaşdırılır. Bu da fasadı yalnız qoruyucu element deyil, eyni zamanda binanın vizual dəyərini artıran əsas detal halına gətirir. Daha ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Biz hər bir layihəyə peşəkar yanaşır və keyfiyyət və uzunömürlüyü əsas prinsip hesab edirik.